burada belə bir dağ görürəm. Burada yerləşir Şahdağ. Biz 28-də dayanmışıq və baxırıq Yasamal dağlarına beləcə. Adamlar qışda beləcə evindən çıxır, dizəyini, snowboardunu götürür. Deməli 28 maydan taksi çağırdım mərkəzindən bura. Taksi ilə 32 dəqiqə 10 manat. Və buradan da kanatla Əşenbulaqına. Bilet deməli kanat xətti bir tərəfə 24 manat, iki tərəf isə gediş dönüşü 41 manatdır. Birinci kanat xətti burada bitir. Şahdağla belə müqayisə edək. Zirvə otelinin önündən gondolaya qalxdıq. Qışını videolarda nə qədər çox bəyənsəm də, amma yayı daha möhtəşəm görünür. Çox gözəl deyilmi bura? Tam rahatlıqla demək olar ki, Orta Asiyanın İsveçrəsi. Təxminən gondoladan qalxır Bayraq meydanına. Növbəti 3-cü xəttə buradan Bayraq meydanından və oradan yeni trassalara qalxan 2500 metr yüksəkliyə qalxan 3-cü və sonuncu kanat xəttidir. O da bu şəkildə gedir. Və buradan baxaq aşağıya. Bu gondoladır. Əsas sürüşmə trası. Və uzaqdan biz şəhəri görürük, Almatını. Biraz zarafat yana Şahdağ müqayisəsi olsa da, Almatı sakini də dostu ilə görüşmək istəyir. Deyir ki, yaydır, şəhərdə hava istidir. Qalxaq bir dənə Şahdağda kofe içib gələk. Və nəzərə alsaq ki, kanat taksi xətti ilə bu təxminən yol 50 dəqiqə, 1 saat çəkir. Şəxsi avtomobillə gəlsən, evindən çıxıb 30-35 dəqiqə qalxırsan Şahdağda, bir kofe içib qayıdırsan, eyni məsafə. Təbiətin verdiyi möhtəşəm xoşbəxtlik. Və indi 3-cü xətlə qalxaq görə yuxarıda daha hansı mənzərə var. Burada 3-cü və ən yuxarı olan kanat xəttidir. Çox gözəl deyilmi? Möhtəşəm. Aşağıdan alternativ bir yolda var, amma ən zirvə hissəsi buradır. Və burada belə qalmaq üçün yerlər də var. Çox möhtəşəm bir yerdədir. Bir tərəfdən şəhər görünür. Uzaqdan Almatı görünür. Diğer tərəfdən isə bunun qışını bir anlıq təsəvvür edək.